Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə qurumlar gücləndirilmiş iş rejimində çalışacaq. Fövqəladə Hallar Nazirliyinin struktur və bölmələri artıq bununla bağlı tapşırıq alıb. Bununla bağlı Fövqəladə Hallar Naziri General Polkovnik Kemalettin Heydarovun imzaladığı əmrə əsasən vətəndaşların həyat və fəaliyyətinin təhlükəsinin təmin edilməsi, həyat təminatı və digər mühüm əhəmiyyətli obyektlərdə baş verə biləcək fövqəladə hadisələrə çevik reaksiya verilməsi və onların mümkün nəticələrinin operativ şəkildə aradan qaldırılması işinin təşkili məqsədi ilə Nazirliyin aidiyyatı struktur bölmə və qurumlarına müvafiq tapşırıqlar verilib. Heydər Əliyev adına Bakı Hava Limanından verilən məlumata görə gözlənilən sərnişin axınının artması və səyahət intensivliyinin yüksəlməsi nəzərə alınaraq 29 dekabr 5 yanvar tarixlərində sərnişinlərə göstərilən xidmətlərin fasiləsiz, təhlükəsiz və yüksək keyfiyyətlə təmin edilməsi məqsədi ilə gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Qurumdan bildirilib ki, bu dövrdə hava limanının bütün əsas xidmət strukturları gücləndirilmiş qrafik üzrə fəaliyyət göstərəcək. Əlavə növbətçilik qrafikləri tətbiq ediləcək, təhlükəsizlik tədbirləri genişləndiriləcək, sərnişin axınının səmərəli tənzimlənməsi və əməliyyat proseslərinin operativliyi artırılacaq. Həmçinin sərnişinlərə uçuşdan ən azı 2 və ya 3 saat əvvəl hava limanına gəlmələri, müəyyən edilmiş qaydalara əməl etmələri və hava limanı əməkdaşlarının göstərişlərinə riayət etmələri tövsiyə olunur. Bununla yanaşı sərnişinlərin hava limanına rahat və vaxtında çatmalarını təmin etmək məqsədi ilə Aeroexpress xidmətindən istifadə tövsiyə edilir ki, burada avtobuslar hər 15 dəqiqədən bir 28 may metro stansiyası, Koroğlu metro stansiyası və hava limanı marşrutu üzrə və əks istiqamətə hərəkət edirlər. Eyni zamanda vaxt itkisinin qarşısını almaq və qeydiyyat prosesini sürətləndirmək üçün sərnişinlərə uçuşdan əvvəl onlayn qeydiyyatdan istifadə etmələri tövsiyə olunur və sərnişinlər səyahət öncəsi və səyahət zamanı yaranan suallarla bağlı rəsmi internet saytı və ya məlumat xidmətləri vasitəsilə operativ və aktual məlumat əldə edə bilərlər. Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin də bütün strukturları 31 dekabr 4 yanvar tarixlərində gücləndirilmiş iş rejimində işləyəcək. Qurumdan verilən məlumata əsasən hərəkətin təhlükəsizliyinin davamlı təmin edilməsi, yüklərin və sərnişinlərin mənzili başına vaxtında çatdırılması məqsədi ilə hərəkət vasitələrinə texniki baxış keçirilir, infrastrukturda davamlı yoxlamalar aparılır. Bayram günlərində artan sərnişin tələbatı nəzərə alınaraq rayonlar arası istiqamətlər üzrə əlavə reyslər təşkil ediləcək. Ölkənin turizm bölgələrindən olan Qəbələyə səfərlərin daha komfortlu həyata keçirilməsi məqsədi ilə 31 dekabr 4 yanvar tarixlərində Bakı, Qəbələ, Bakı xətti üzrə hər iki istiqamətdə əlavə qatar reysləri təyin edilib. Bundan əlavə 1, 2 və 4 yanvar tarixlərində Bakı, Qazax, Bakı marşrutu ilə hər iki istiqamətdə əlavə reyslər təyin edilib. Həmçinin dekabrın 26-sından etibarən Bakı, Axisar, Bakı istiqamətində əlavə reyslər həyata keçirilir. Bu reyslər 4 yanvar tarixinədək təyin edilib. Eyni zamanda sərnişinlər bu istiqamətlər üzrə gündəlik Bakı, Qazax, Bakı marşrutu ilə 4 dəfə səfər edə bilərlər. Həmçinin Bakı-Ağdam Bakı marşrutu üzrə də əlavə reys təyin edilib. Qatar 31 dekabr və 3 yanvar tarixlərində Bakıdan saat 07:10-da, Ağdamdan isə 18:10-da yola düşəcək. Digər turizm bölgələri olan Şəki, Qax, Zaqatala və Balakənə ADY ilə səyahətlərə artan tələbatı təmin etmək məqsədi ilə Bakı-Balakən-Bakı marşrutu üzrə qatarlara əlavə vaqonlar qoşulacaq. Bakıdan 30 dekabrda hərəkət edəcək sərnişin qatarının tərkibinə 5 əlavə vaqon, 1 yanvar tarixində hərəkətə başlayacaq qatara 1 əlavə vaqon, Balakəndən 2 və 3 yanvar tarixlərində Bakıya istiqamət alacaq qatarın tərkibinə isə 1 əlavə vaqon qoşulacaq. Qurumdan qeyd olunur ki, tələbat artacağı təqdirdə digər reyslərə də əlavə vaqonların qoşulması nəzərdə tutulur. 31 dekabr 4 yanvar tarixlərində Abşeron dairəvi dəmir yolu marşrutu üzrə qatarların hərəkəti isə qeyri-iş günlərinin cədvəli əsasında təşkil ediləcək.